sağa dönmüşünün yanındır. Bax, buradan sağa dönüş edəcək. Görürsən, baş yol nişanı var. Altında qalın xəttləri görsən 7.13 əlavə məlumat verəcək. Sən və sənin sağın başı oldu. Buradan sağa dönüş edəcəyik və dəmir keçid var. Sağa dönüş edəcəyik dostum. Moped də var, ehtiyatlı olmaq kimi. Döndər əlini, döndər. Aha. Şlaqman vəziyyətində bax, qaz vermə. Qaz vermə qardaş, qaz vermə. Sağ sol düzlük bax, çevir bax. Qatar gəlmir. Qatarların gəlmədiyindən əmin olmalısan. Bu bir, qaz vermə. 2. İşıqfor varsa işıqforun siqnalına baxmalısın. Biraz qaz verindi. Keçdin. Bax, reyslərin üzərində qaz vermək olmaz. Reyslər kes asılı sürətlə, sonra qaz verib gedə bilərsən. Sonra şlaqman vəziyyətinə baxmalısın. Əgər şlaqman, məsələn, isitfor var, işləmir. Şlaqmana baxsan, şlaqman bağlısa təbii ki dayanmalısan. Şlaqman asıqdırsa getməyə icazə verilir. Lakin yenə də işıqfora baxmalısın. Ola bilsin işıqfor xarab olar. Şlaqman da açıqlar, solun yanında. Qatarın gəlib gəlmədiyindən əmin olmalısan. Və yaxud da ki, ola bilər ki, işıqforda sənin üçün icazə siqnalı yanır. Orada da icazə siqnalı ağ rəngdə olur. İcazə siqnalı yanır, amma şlaqman bağlıdır. Yenə işıq qadağandır. Bəli. Nə olsun orada yaşıl deyəkdən o ağ rəngdə olurlar. Ha dostum, bax burada var, burada azad sürətindən sağa dönmüşünün yanında. Görürsən, heç bir üstün nişan yoxdur. Normalda biz o dairənin içərisini gözləməli deyilik. Amma hamı bax görsən gözləyir burada. Və burada çaşqınlığa səbəb olur. Bax, burada batanda sağdın yanında deyilən yerdir bura. Burada mütləq nişan quraşdırılmalıdır. Gözlə, onu da gözlə. Çünki hamı gözləyir. Gözləməsə, o elə bir ki, yol onundur. Halbuki yol onun deyil. Yəni nişan yoxdur deyə biz üstünlüyük. Amma bax, yolun təşkili düzgün qurulmuyor. Oradan gələndə nişan var. 4.3 nişanı var. Oradan gələndə nişan varsa, bu istiqamətdən gələndə də olmalıdır. Çünki çaşqınlığa səbəbdir. Bax, oradan gələndə hamı gözləyir dairənin içərisini. Burada nə qədər dairənin içərisini gözləyir. Amma dairənin içərisini gözləmək üçün, dairə əsasını daşımaq üçün nişan olmalıdır. Gedək.